Salam kanalımızın dəyərli izləyiciləri. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Bir gün ərzində Mehri ilə günüm necə keçir? Hara getdim, nələr aldım sualına cavab vermək üçün videonu sona qədər izləyin və kanalıma abunə olun. Zəhmət olmasa kanalıma mütləq abunə olun ki, bizə çox dəstək olmuş olarsınız bu halda. Burada Mehri tostoranla oynayır. Tostoranın qırağı ilə özün mənim kimi aparmaq istəyir artıq. Məni özünə kumir seçib, güya ki, toku salır və başlayır evi tostoranlamağa. Mehri ümumiyyətlə məni özünə bir kumir kimi seçir. Bu məni çox sevindirir. Mehri biraz oynayandan sonra onu atasına tapşırdım və yollandım marketə. Marketə yollamağıma səbəb biraz alış-veriş etmək idi. Əslində sinif yoldaşım gilə getməyi planlaşdırmışdım. Amma müəyyən başqa problemlər çıxdığına görə ora gedə bilmədim və alış-veriş etməyim hamısı özümə qaldı. Eybi yox, canımız sağ olsun, yeyərik özümüz. Burada yolları çəkirəm sizə, özümü çəkirəm, kölgəmi çəkirəm sizə. Belə, artıq mağazadayam. Buradan mən qaymaq alıram. İran qaymağı 1 manatda səhv etmirəmsə bunlar və Millanın labne pendiri alıram. Bunları almaqda səbəbim San Sebastian cheesecake bişirməyimdir. Roşenin içi balaca badamcıqlı, çox sevirəm bu şokoladı, ondan aldım. Əlavə olaraq Raffaello da almışdım. Bir neçə şirniyyat da almışdım, Oreo falan. Çox sevirəm fərqli şirniyyatları sınamağı. Və burada artıq mən qaymaqdan, labne pendirindən qarışdırmışam, müəyyən proseslər edərək, YouTube-dan bir resept götürərək San Sebastian cheesecake-nin içliyini hazırlamışam. Birinci dəfə hazırlamışdım, çox bəyəndik. Elə 2 günə bitdi. Ona görə yenə elədim və anamgil də çox sevdilər. Və yenə eləmək qərarına gəldim. Keçən dəfə biraz şəkər dozu çox olmuşdu. Bu dəfə az qatdım. Məncə möhtəşəm alındı. Deyərdim ki, San Sebastian cheesecake-ni evdə hazırlamaq çox sərf eləyir. Çünki hazırladığım ölçüdə əgər alsaydım 30 manat, 35 manat olacaqdı. Amma evdə hazırladığım təxmini 9 manat tutdu. Mən shorts videoda da paylaşmışam. 9 manat civarında bunu artıq etmiş oldum. Yağı sərilmiş qabımıza labne pendir içliyimizi tökürük. Formada. Bir əllə mənə çətin olacaq biraz. Belə tökdük. Budur, San Sebastianımız artıq pişib. Normaldır belə eləməyi. Soyacaq. Artıq San Sebastian cheesecake pişdi və mən onu yeməyə başladım. Çox dadlı idi. Elə satılanlardan heç bir fərqi yox idi. Əgər bu videonu bəyəndinizsə, zəhmət olmasa kanalıma abunə olun. Abunə olmağınız mənim üçün o qədər böyük bir dəstəkdir ki, abunə olmadan kanalımı izləyənlər çoxdur. Zəhmət olmasa abunə olun, videoları bəyənin, növbəti videoları qaçırmayın. Hələlik.